11 mart 2026-cı ildir və həftənin çərşənbə günü dəyərli izləyicilər, bir son dəqiqə xəbərini sizinlə bölüşmək istəyirəm. Saatlarımız 8:05-i göstərir hal-hazırda və Trump bu xəbərdən sonra İranı hədələdi, sürətli və amansız şəkildə məhv ediləcək dedi. Amerika prezidenti Donald Trump İranın Hörmüz boğazının minalanması ehtimalı ilə bağlı Tehrana sərt xəbərdarlıq edib və o bu barədə Truth Social sosial şəbəkəsindəki hesabında paylaşım edib və o bildirib ki, əgər İran boğazı minalayıbsa, Amerika bu minaların dərhal təmizlənməsini tələb edir. Əks halda Tehran görünməmiş hərbi nəticələrlə üzləşəcək. Əgər onlar yerləşdirə biləcəkləri hər şeyi oradan uzaqlaşdırsalar, bu doğru istiqamətdə atılmış nəhəng bir addım olar deyə Trump qeyd edib. O həmçinin əlavə edib ki, minalanma işləri ilə məşğul olan istənilən gəmi sürətli və amansız şəkildə məhv ediləcək. Prezidentin bu bəyanatı CBS News və digər media qurumlarının Amerika kəşfiyyatına istinadla yaydığı məlumatlardan sonra gəlib və məlumata görə İran hər biri 2-3 mina daşıya bilən kiçik qayıqlar vasitəsilə Hörmüz boğazında minalama işlərinə başlayıb. Və bu xəbərdarlıqdan qısa müddət sonra Trump son bir neçə saat ərzində İranın minalama ilə məşğul olan 10 gəmisinin Amerika tərəfindən tamamilə məhv edildiyini də təsdiqləyib. Xatırladaq ki, Hörmüz boğazı qlobal neft tədarükünün təxminən 5/1-nin keçdiyi strateji əhəmiyyətli bir su yoludur və onun minalanması dünya enerji bazaları üçün ciddi bir təhlükə hesab olunur dəyərli izləyicilər.